Ukrayna şəhərləri yenidən Rusiyanın kütləvi hava hücumlarının hədəfinə çevrilib. Odessa, Zaporojye və Sumuda ölən və onlarla yaralanan var. Cəbhədəki bu gərginliklə paralel Kiyev həm də daxili siyasi çalxalanma yaşayır. Prezident Zelenskinin orduda innovasiyalarla yadda qalan Müdafiə naziri Mikhailo Fyodorovu gözlənilmədən işdən azad etməsi etiraz dalğasına səbəb olub. Müharibənin alovlandığı bir vaxtda bu qərar Ukraynanın müdafiə qabiliyyətinə necə təsir edəcək? Rusiya qoşunları Ukraynanın şəhərlərinə zərbələr endirib. Odessada 2 nəfər ölüb. Aralarında azyaşlılar da olmaqla azı 10 nəfər yaralanıb. Zaporojye şəhərində isə 3 nəfər həlak olub, 8 nəfər yaralanıb. Onlardan ikisi uşaqdır. Sumya hücum zamanı itki olmasa da biri uşaq olmaqla 15 nəfər xəsarət alıb. Ukraynanın daxili siyasətindəki dəyişikliklər də ölkə daxilində səs-küy yaradıb. Zelenski bildirib ki, Mikhailo Fyodorovun gedişindən sonra general-mayor Yevgen Xmara müdafiə naziri vəzifəsini yerinə yetirəcək. Fyodorov isə 6 ay vəzifəsini icra etdikdən sonra istifaya gedəcək. Ukraynalılar bu qərara etiraz etmək üçün nümayişlər keçiriblər. Fedorov ən yaxşı namizəddir və bu hər zaman belə olub. O bu vəzifədə cəmi 6 aydır ki, fəaliyyət göstərir. Bu qısa müddətdə kifayət qədər çox iş görüb. Gördüyünüz kimi onun ən böyük nailiyyəti elə burada toplaşan insanlardır. Mən inanmıram ki, Xmara və ya Klemenko yaxud başqa hər hansı bir şəxs insanlara eyni dərəcədə təsir göstərə bilsin və bu qədər insan onları müdafiə etməyə gəlsin. Hesab eləyirəm ki, vəzifələrini səmərəli şəkildə yerinə yetirən bir nazirin yerinə başqasının təyin edilməsi ədalətsiz və yanlış qərardır. Xüsusən də düşməni məğlub etmək ümidinə və hətta çoxdan yoxa çıxmış qələbə düşüncələrini yenidən bərpa etməyə başladığımız bir vaxtda. O rəhbərliyi altında müsbət dəyişikliklər göstərən yeganə nazir idi. Həyat yoldaşımın hazırda orduda xidmət etdiyini və ön cəbhədə olduğunu nəzərə alsaq, bundan sonra baş verəcəklər məni maraqlandırır. Hazırda vəziyyət göstərir ki, biz səhv istiqamətdə irəliləyirik və məhz buna görə də bu dinc etiraz aksiyasına çıxdıq. Hakimiyyətin diqqətini xalqın bu qərarla razılaşmadığına yönəltmək üçün. Bununla belə Ukraynanın yeganə gündəmi hökumət dəyişikliyi deyil. Birləşmiş Krallığın baş naziri Keir Starmer ölkəsinin Ukraynanın müdafiəsinə dəstək məqsədi ilə 300 milyon avro ayıracağını və İsveçlə birlikdə Kiyevə 16 qabaqcıl döyüş təyyarəsi verəcəyini açıqlayıb. Digər mühüm mövzu isə Amerika Birləşmiş Ştatlarının Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verməsidir. Müharibənin davam etdiyi bir ölkədə bu dərəcədə bahalı və mürəkkəb texnologiyalı silahların istehsalına başlamaq nə dərəcədə realdır? Patriot raketlərinin burada, Avropada və Ukraynada istehsal edilməsi təşəbbüsündə perspektiv var. Ukraynalıların geniş sənaye bazası mövcuddur. Əgər onların hazırda istehsal edə bildiyi mürəkkəb maşın və silahları nəzər salsaq, Patriotları da istehsal edə biləcəyinə əmin olmalıyıq. Lakin bu istehsal xəttini qurmaq vaxt alacaq. Ukraynanın isə təcili yardıma ehtiyacı var. Odur ki, silahların alınmasını nəzərdə tutan həmin Pearl təşəbbüsü yenə də olduqca böyük əhəmiyyət kəsb edir. NATO'nun Avropadakı müttəfiq qüvvələrinin ali baş komandanı general Aleksis Grinkeviç alyansın Ukraynaya dəstəyini bir daha təsdiqləyib. General transatlantik tərəfdaşlığın gücləndirilməsini və qlobal təhlükəsizlik təhdidlərinə qarşı alyans daxilində birliyin qorunmasının vacibliyini vurğulayıb.